Salam əziz izləyicilər. Şeydən Səsi proqramının bugünkü buraxılışında vətən uğrunda canını fəda edən igid oğlumuz Seyidov Əli haqqında danışacağıq. Onun uşaqlıq illərindən, ailəsinin yaddaşında yaşayan izlərdən və döyüş yolunda göstərdiyi şücaətdən danışacağıq. İndi isə şəhidimizin xatirəsinə həsr olunmuş video çarxı izləyək, daha sonra isə qaldığımız yerdən davam edək. Seyidov Əli Rahimoğlu 11 iyul 1999-cu ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə 1-ci sinifə Richard Zorgi adına 90 saylı orta məktəbə gedib. Əli həm kickboks, həm də ağır atletika üzrə yarışlarda birinciliklər qazanıb. 15 qızıl, 6 gümüş və 3 bürünc medalları var. Bundan əlavə parkur və kapoeira ilə məşğul olurdu. Orta məktəb illərində Əli çox fərqli şagirdidir. Salamlı kəlamlı, böyük-kiçik yeri bilən, xeyirxah və xeyriyyətçi. Məktəbin bütün yarışmalarında fəal iştirak edir, həmyaşıdlarına dəstək olur, yaşlılara kömək edir, zəifləri qoruyurdu. Özü və qardaşları anası tərəfindən əzabla böyüdü. Atasız uşaqlara qayğı göstərirdi. Əli 6-cı sinifdə oxuyanda tarix dərsində belə deyirdi: Qarabağ sülh yolu ilə deyil, müharibə yolu ilə alınacaq və mən şəxsən döyüşüb şəhid olacağam. Vaxt keçdi, Əli 2016-cı ildə 90 saylı məktəbin məzunu oldu. Onun ən böyük arzusu hərbçi olmaq idi. Gecə-gündüz hazırlaşdı. Hərbi akademiyaya imtahan verdi və yüksək bal topladı. Lakin sənədlərdə 2 bal çatışmazlığı səbəbilə qəbul edilmədi. Amma Əli təslim olmadı. Başqa ali məktəbə qəbul olmağı imtina etdi. 2017-ci il 4 yanvar Əli Goranboy Ballıqayada hərbi xidmətə başladı. 2018-ci ildə hərbi xidmətini bitirib yenidən qayıtdı. Anasının fikrindən daşındırmaq cəhdlərinə baxmayaraq Əli, mən hamıya sübut edəcəm ki, mən layiqli hərbiçiyəm, deyirdi. Təlimlər zamanı yüksək nailiyyətləri ilə fərqlənərək dəfələrlə təşəkkürnamələrlə təltif edildi. Hamı onu Seyid ləqəbi ilə tanıyırdı. Xüsusi təyinatlı qüvvələrin kəşfiyyat bölüyünə seçilən Əli, torpaqların azadlığı uğrunda gedən döyüşlərdə əsl vətənini sevən hərbçi kimi qəhrəmancasına döyüşürdü. Komandiri deyirdi ki, yaralandığı zaman belə qabağa gedirdi və hər kəsə səslənirdi. Sonuna kimi vuruşmalıyıq. Vətən adlı xəstəliyim var. Allah şəfa verməsin. 3 qardaşın ən kiçiyi, evin son beşiyi Əli 21 yaşında vətən uğrunda gedən döyüşlərə qatıldı. 21 erməni postunu məhv edən Seyid Əli 4 oktyabr 2020-ci ildə Tərtər Suqovuşan döyüşlərində ağır yaralandı. Döyüş yoldaşlarının narahatlığını görüb gülərək dedi: "Nə olub, qan görməmisiniz? Hər şey əladır." Son nəfəsində kəlmə-i şəhadətini deyərək gözlərini səmaya dikdi. Mübariz postunu alarkən şəhid oldu. 10 oktyabr 2020-ci ildə Bülbülə xiyabanında dəfn edildi. Lalə ana deyir: "Tabutunu açdıranda üzü gülürdü. Son dəfə uzun kiprikli gözlərindən öpdüm şəhid balamın." Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncamlarına əsasən Seyidov Əli vətən uğrunda Suqovuşanın azad olunmasına görə, Ağdamın azad olunmasına görə cəsur döyüşçü, hərbi xidmətdə fərqlənməyə görə medalları və Rəşadət ordeni ilə təltif olunub. Şəhadətin mübarək, cənnətdəki mövludun mübarək baş tacım, and yerim, fəxrimsən, qürurumsan, dastana dönən qanı ilə tarix yazan, cəsur döyüşçü Seyid Əli, Azərbaycanı bütövləşdirən, Azərbaycanın fəxri, qəhrəman şəhid.
Zəhmət olmasa özünüzü təqdim edin. İlk öncə qızım xoş gəlmisən. Seyid Əlinin ocağına gələn ayaqların var olsun. Allah sizin kimi gəncləri qorusun, şəhidlər yad edirsiniz, yaşadırsınız. Diqqətdə saxlayırsınız. Allah sizi qorusun. Yolunuz hər zaman açıq olsun. Həm çətin yoldur, həm də qürurlu yoldur. Allah sizə qorusun, köməyiniz olsun inşallah. Mən şəhid Əli Seyidovun anasıyam. Yırtıcı ləqəbli təyinatın kəşfiyyatçısı olan Əli Seyidovun anasıyam. Əli sizin üçün necə bir övlad idi? Bütün şəhid oğullar, anaları üçün necə idisə, Əli də o cür. Bəlkə də tam fərqli bir oğul idi. Düzdür, bəzən bir evin neçə uşağı olsa da, mütləq şəkildə onlar hamısı bir-birindən fərqli olur, eyni olmurlar. Amma Əli tam da hətta belə çox fərqli idi. Həm sağlığında qürur duydum ondan, həm də indi daha çox qürur duyuram. Yəni o təkcə vətən üçün yox, onun orada gördüyünüz kimi özünün kəlmələri var, kəlmələr dillərdə dastandır. Çox fərqli oğul idi. Nə deyim, evimizin balacası olsa da, amma elə bir ki, evin böyüyü idi. Mən anası, böyük qardaşları, hamımız ondan məsləhət edirdi. Nə olurdusa mütləq ondan məsləhət edirdi. O bir fərqli idi. Əlinin ən çox hansı sözlərini, hansı davranışlarını xatırlayırsınız? Bəzən elə bir anlar olur ki, ancaq uşaqlıq sözləri yadımda qalır. Bəzən də onun sözləri ilə kim nə desə ona o cür cavab verirəm. Məsəl üçün Əli balaca olanda yaxşı sözünə yaşqı deyirdi. Kitab sözünə tupat deyirdi. İndi hərdən beynimə düşəndə soruşurlar necəsən, deyirəm yaşqı. Əlinin sözü ilə. Əlinin tək mənim xatirimdə yox, o bütün Azərbaycan xatirində ən əsas kəlməsi qalıb. Mənə Validə Sultan deyirdi. Düz 5 ildir kim bura gəlirsə, hamı o kəlmə ilə mənə müraciət edir. Əlinin dediyi sözlə, əlinin mənə qoyduğu adla müraciət edir. Validə Sultan necəsən? Nə bilim, biz Əli ilə çox bağlıydıq bir-birimizə. Baxmayaraq ki, 3 oğlum var, amma Əli ilə lap çox bağlıydıq bir-birimizə. Təsəvvür eləyin, o Ağdamda işləyirdi də, hərbiçi idi. Haçan ki, halım olmurdu, bəzən mənim biraz baş ağrılarım çoxdur, spazmalarım olur. Onu oradan hiss eləyirdi, zəng vururdu. Validə Sultan necəsən? Deyirdim, yaxşıyam. Dedi, yox, hiss eləyirəm axı. Halsızsan, kefsizsən. Yəni o dərəcədə bağlıydıq ki, o məni canım ağrıyan kimi hiss eləyirdi. Çox qayğıkeş uşaq idi. Çox diqqətçil uşaq idi. Çox vətənpərvər idi. Ay Allah, bir damcı canı ilə o elə qeyrət simvolu deyərdim mən ona. Yəni o cür idi o. Məsəl üçün müharibə anında onun dediyi sözlər var ki, deyirdi bu təkcə torpaq savaşı deyildi, bu namus qeyrət savaşıdır. Yəni komandiri demişdi ki, yəni o bir damcı uşağın, gənc bir əskərin yaşından çox böyük sözlərdir bunlar. Əli idmanla məşğul olurdu. Bəs onun arzusu hərbiçi olmaq idi. Yəni necə olur ki, idmanda uğurları varkən hərbiçi olmağı seçdi? İdmanla hərbi yəni fərqli olsa da, hərbidə vacibdir də idmançı olmaq. Onların məsəl üçün çox keçdiyi çətin yollar var. Xüsusi təyinatın ümumiyyətlə çox çətin yolları var. Onları məsəl üçün keçmək üçün mütləq şəkildə gərək möhkəm ola bədənin. Bizdə uşaqların üçü də idmana gediblər. Arada özüm də qoşulurdum onları idman eləyəndə ki, daha da ürəklənirdilər. Mən onları atasız böyütmüşəm. Yəni, çalışmışam ki, atasızlığı hiss eləməsinlər. Məktəb vaxtlarında Əli, məsəl üçün, bax, 1-ci sinifə gedəndə mütləq şəkildə yaşıl biletka istədi. Baxın, həmin o yaşıl biletka oradadır. Birazdan baxarsınız, görərsiniz. Bayraq istədi üstündə olsun. Bir də köynəyinin yaxasında dedi, bayraq olsun. Bayraq indi rahat tapmaq olurdu, o vaxt yox idi. Xonça lentlərinə mən ona bayraq tikdim, papağına da, köynəyinə də. Hələ 1-ci sinif idi. Dedi, böyüyəndə, əlim belə tutdu papağı, dedi, böyüyəndə bunun qırmızısını taxacam. 1-ci sinifdə oxuyanda. 6-cı sinifdə bunların tarix dərslərində bütün məktəblərdə olduğu kimi müəllimlər həmişə nə deyirdi? İnşallah Qarabağımız sülh yolu ilə alınar, yəni bu kimi şeylərdə. Əlin qaldırmışdı, müəllim olar, bir söz deyim. Deyib, buyur Seyidov. Ümumiyyətlə, mənim uşaqlarım məktəbdə də fərqli uşaq olublar. Mən işləyirdim onları böyütmək üçün,
gedə bilmirdim də valideyn iclasına. Zəng vururdum ki, müəllim, gələ bilmədim də, üzrü sayın. Deyirdi, ehtiyac yoxdur, Seyidovlar nümunəvi uşaqdılar. Əli ümumiyyətlə çox nümunəvi uşaqdır, hər bir cəhətdən. Yaşı, məsəl üçün, azdır, amma hərbiyə aid nə varsa hər şey bilirdi. Hətta, nə bilmə, rütbəli hərbiçilərin hamısının həyat haqqında Əli bilirdi. O dərəcədə hərbiyə sevgisi var idi ki, hamısını araşdırıb öyrənirdi. Tarix dərsində əlini qaldırır, dərsə müdaxilə eləyir. Müəllim, bəs Qarabağ sülh yolu ilə alınmayacaq. Müharibə yolu ilə alınacaq. Mən şəxsən orada döyüşüb şəhid olacam demişdi. Əlinin şəhid xəbəri gələndə həmin o müəllim ağlaya-ağlaya gəldi bizə ki, Əli 6-cı sinifdə belə şey demişdi. Yəni o vaxta kimi mən bilmirdim Əli bu cür şey deyib. Bilmirəm, sanki elə bir ki, uşaqlar hamısı, mən bilirəm ki, mənə Əli məhz şəhid olduğuna görə verilmişdi. Çünki onun adı da özündən qabaq mənə yuxuda verilmişdi, Əli özü doğulmadan. Bəs Əli dünyaya gələndə onunla bağlı qurduğunuz hansı arzunu xatırlayırsınız hazırda? Və deyirdiniz ki, böyüyəndə bu uşaq belə olacaq. Əlinin açığı, bax, çox qəribə bir şeydir ki, yəni ondan da böyük uşaqlarım var da, amma məhz Əlinin nədənsə hər yaş tamamında deyirdim ki, 25 yaşım fərqli olacaq. Ay atam, 25 yaşım fərqli olacaq. Bilmirəm, niyə bu söz mənim dilimdən düşmürdü. Elə Əlinin 25 yaşını səbirsizliklə gözləyirdim. Səbəbini bilmirəm niyə. Gəldi, amma keçən il düzdür, Əlinin bütün tədbirlərini, anım günlərini, yəni özüm eləmişəm də, yəni təşkilatçı falan olmayıb. Bütün hamısını özüm planlaşdırmışam, özüm həyata keçirmişəm, ssenarisindən tutmuş, proqramından tutmuş, hər bir şeyini özüm eləmişəm. Keçən il çox böyük bir tədbir elədim və təsəvvür eləyin ki, 25 yaşını mən Əlisiz elədim. Hansı ki, ömür boyu onun 25 yaşını gözləmişəm. Amma onsuz oldu, fərqli oldu da oradan da. Bir ananın övladı ilə bağlı arzuları nə ola bilər ki? Hər zaman mənim gözümün önündə hətta canlanırdı. 3 oğul, 3 gəlin, nəvələr və bu şeylər. Yaşa dolduqca düzdür. Amma Əli həmişə deyirdi ki, indi şəkillərdə yəqin görürsünüz də biz Əli ilə necə olmuşuq. Həmişə deyirdi ki, Validə Sultan qocalma ha, həmişə cavan qal, qara geyinmə, başın ağarmasın. Bu şeyləri deyə, amma özü məni bu dərdə saldı. Nə bilim, arzularım böyük idi o ilə. Məsəl üçün, yaxşı idmançı olduğunu bilirdim ki, yaxşı idmançı olacaq. Amma yəni, sırf hərbiçi yolunu seçməyini mən sonradan bildim artıq. Və onun öz savadı ilə, öz biliyi ilə, mən onu məsəl üçün müəllim yanına qoymamışdım. Uşağı tək böyütmək çətin bir şeydir. Ona imkanım yox idi ki, mən onu müəllim yanına qoyum. Amma özü, öz savadı ilə, öz biliyi ilə getdi, hərbi akademiyaya imtahan verdi. Yüksək balla qəbul da oldu. Amma gəldi sənət qəbulunda Əlinin özündən asılı olmayan səbəblərdən 2 bal uşağı kəsdilər. Əliyə dedi ki, bala, o, yəni üzrü sayda elə bir şeylər var ki, qanunda mən məcburam səni kəsəm. Yəni, o atası ilə bağlı idi, özü ilə yox. Əli çox stres yaşadı. Başqa instituta gedə bilər deyə yaxşı bal yığmışdı, amma getmədi, dedi, mən hərbiçi olmaq istəyirəm. Çünki gecə-gündüz ona hazırlaşırdı, o uşaq yuxusuz qalırdı. Məhz ona hazırlaşırdı və qəbul da oldu. Amma özünə görə yox, yəni atasının səhvinə görə 12 balını kəsdilər ki, biz yəni bu qəbul eləyə bilmirik. Əli gəldi, stres yaşadı, çox pis vəziyyətə düşdü. Nəysə, getdi əskərliyə. Əskərlikdən zəng vurdu ki, mama, mən dedi, qalıb burada işləyəcəm, hərbiçi olacam. İndi anayım da istəmirdim axı uzaqda olsun, həm də hərbi yolu çətin yoldur, həm də o zamanlarda da biraz çox vəziyyət gərgin idi. Dedim, istəmirəm, dayətam, uzağa getmə, yaxınımda ol. Dedi, yox, mən sübut eləyəcəm ki, mən yaxşı hərbiçiyəm. Yəni, atamın səhvləri mənim günahım deyil. Biz onun prisyaqasına gedəndə, o and içmə mərasiminə gedəndə, təsəvvür eləyin, o 40 gün ərzində onun artıq 3 dənə təşəkkürnaməsi ilə bayraq təltifi var idi. Komandiri demişdi ki, o çox gözəl hərbiçidir də, yəni gənc hərbiçidir, hələ indi and içməsi var, amma çox dedi, yaxşı dedi,
peşəkar hərbiçilərin yəni hərəkətləri var da bunda. Silahı tez söküb yığmada ümumiyyətlə rekordçudur bu uşaq. Yəni böyük əsgərlərdən daha cəld eləyə bilir də. Sanki bunda bir möcüzə surət var. Belə bir şeylər demişdi bizə. Əlbəttə ki, mən sevindiyimdən ağlamışdım ki, yəni mənim uşağımın haqqında gözəl şeylər deyirlər. Əlinin əskərlik dövrlərindən, əskər yoldaşlarla olan münasibətlərindən danışa bilərdiniz? Əlinin əskər yoldaşları ilə çox gözəl münasibət olub. Mən 50-dən sonra çox əlləşdim onları tapım. Amma məsafə olaraq Ağdam, Bakı kimi tanıyıram, hardan tapım. Əlinin nömrəsini açdırdım. O nömrə ilə hamısını tapdım, qazilərə qədər, yanında yaralanan uşaqlara qədər, döyüş yoldaşlarına qədər. Həmin onunla birlikdə şəhid olan uşaqların valideynlərinə qədər. Eləcə də əvvəldən Goranboyda, Ballıqayıda çəkdiyi, yəni əskəri müddətində olan uşaqları belə hamısını tapdım. Hamısı ondan elə danışırlar ki, sanki öz taytuşlarına yox, bir ağsaqqal adamdan danışırlar. Məsəl üçün, onlar həmişə deyirdilər ki, biz nə olur olsun, məsəl üçün, nə olurdusa, nə etmək istəyirdiksə, Əli ilə məsləhətləşirdik. Əli bizə məsləhət verirdi. Ona deyir, Seyid deyirdi. Haçan ki, məsləhətə ehtiyacımız var idi, yaxınlaşırdı. Seyid, köməyinə ehtiyacımız var. Əslində, yəni bu cür münasibəti hər adam qazana bilmir. Yaşı az olsa da, amma sanki bir ağsaqqal hörməti. Onun özünün də, yəni balacalarla, deyək, uşaqla uşaq idi, böyüklə böyüyə söz yox. Amma məsəl üçün, özündən yaşda çox böyük adamlarla ünsiyyətdə olurdu. Ağsaqqallarla ünsiyyətdə olurdu. Hamısı, bax, o əskər yoldaşlar hamısı dedilər ki, Əli fərqli idi bizlə. Məsəl üçün, təzə gələn əskərlər olurdu. Əli baxmayaraq ki, bizdən böyük əskərdir. Amma o bizdən elə davranırdı ki, yeməyin bəzən bizdən bölürdü ki, hələ bura öyrəşməmisiniz. Və yaxud da ki, soyuq olanda geyimini bizə verirdi ki, buradakı hava öyrəşməmisiniz, özünüzü soyuqdan qoruyun. Qayğı ilə yanaşırdı hamımıza. Əli ilə son danışığınızı xatırlayırsınızmı? Heç onu unudaram ki, ömür yıl mənim ürəyimin başına yazılıb. 27-si müharibə başlayandan mənim Əlidən xəbərim olmadı. Nə zəng çatırdı, nə mesajlar çatırdı, elə yazırdım orada. Qalıb hamısını çatdırmışam. Xəbərim yox idi ondan. Sonra arada bir kəlmə yazırdı. Deyirdi, şayələrə uyma. Yalan söhbət damısı, bura sakitçilikdir. O qədər məni inandırmışdı ki, mən ətrafımda olan hamıya eyni şeylər deyirdim. Əşi, yalan söhbətdir, əli deyir, söz-söhbət, davadalaş yoxdur, yəni müharibə yoxdur da, yəni. Sakitçilikdir, filandır. Hamını inandırmağa çalışırdım. O dərəcədə inanmışdım. Yəni, o dərəcədə məni inandırmışdı ki, orada heç nə yoxdur. Ayın 3-ü idi, axırıncı dəfə. Yazdı ki, bəs təlimlərdə idik, dağlardaydıq da. Acam, susuzam, yuxusuzam. Gedim, yaxalanım, qidalanım, biraz yuxumu alım. Validə Sultan, söz, zəng vuracam, danışarıq. Görüntülü özdə zəng vuracam, dedi. Ay Allah, oturmuşam indi həyətdə, pilləkanda, telefonu əlimdə gözləyirəm. Düz bir sutka keçib, mən hələ də pilləkanda oturmuşam. Ay Allah, birdən evə girərəm, yuxu aparar məni. Uşaq zəng vurar, görmərəm. Nə zəng vurmadı, nə bir şey, o gündən bu yana zəng vurmadı da. Bir də ayın 9-u zəng vurdular ki, qardaşıma. Bəs Bərdəyə getməliyik, Seyidov Əlini tanımağa. Mən düzdür, qardaşımla çox dalaşdım. Niyə sən getməliydin? Mən getməliydim uşağı tanımağa. Sən oxşatmısan, tanımamısan. Amma bir ana üçün o qədər ağır mənzərədir ki, övladını tabutda görmək. Təsəvvür eləyin, ayın 3-2 dedi, zəng vuracam. Ayın 4-üdür, əlidən zəng yoxdur. Gün ortadır, oturmuşam hələ də telefon əlimdə, belə əlimdən qoymuram.
Bir anlıq kürəyimin ortasında elə bir ağrı hiss elədim, elə bir qaynar ütünü basdılar bax kürəyimə, düz ürəyimə qədər getdi, çıxdı da o yanğı, qışqırdım ağrısına. O dərəcədə mən onu hiss elədim. Sən deməli, Əli həmin anda canı istəymiş. Yanından gələn qazilər dedilər ki, Əli yaralandı, amma dayanmadı. Yenə də davam elədi yoluna və yaralı halda da neçə əsgər yoldaşlarını çəkib də, yəni kənara, yaralı olduğu yerlərdən kənara çəkib xilas eləyib. Hərbiçilərin özlərində ağrı kəsicilər olur da. Onu belə yanındakı əskərə vurmuşdu ki, mənim yaram sağalan yara deyil deyib. Sən heç olmasa ağrını hiss eləmə. O dərəcədə. Əli son dəfə boynundan qəlpə yarası alandan sonra əsas damarından məni çağırıb, ana deyib, su istəyib, su tapmayıblar. Sonda da kəlmə-i şəhadətini deyib. Kəlmə-i şəhadətini deyib, keçinib. Onun tabutunu açanda elə gülürdü. Mən elə bildim o yatıb. Onu gətirən əskərlərə qışqırdım ki, mənim uşağım yatıb, siz bunu niyə qoymusunuz bura? Niyə qoymusunuz tabutun içinə? Amma təsəvvür eləyin ki, o xəbər çıxana qədər hardasa 2-3 gün dalbadal mənim gözümə evdə bayraqlı tabut görsənirdi. Ay Allah, başıma vururdum ki, mənə belə şeylər niyə gözümə görsənir? Ay Allah, bunu mənə yaşatma. Bir dəfə o dərəcədə real qulağıma səs gəldi ki, qapı döyüldü. Çıxdım qapıya, onda bu tərəfdə də qapımız var idi. Sonra buranı bağladım, əli üçün muzey elədim. Buranın döşəməsini özü eləmişdi, deyilə otağı da onun əziyyət çəkdiyi yerdə elədim. Çıxdım qapıya səsə, qapını açdım ki, heç kəs yoxdur. Qapını örtüb həyətə tərəf dönəndə, onun özünün döşədiyi, daş döşədiyi yerdə mən gözümün önündə düz əməlli başlı bayraqlı tabut gördüm. Qışqırdım, əlimi tutdum üzümə ki, bu nədir belə? Uşaqlar səsimə çıxdı ki, mama vallahi heç nə yoxdur. Dedim, yoxu mən görürəm, axı bayraqlı tabut görsənir gözümə. Müharibə haqqında efirdə göstərirlər. Oturmuşam, televizora baxıram. Televizora baxdığım yerdə evin ortasında bayraqlı tabut belə gedir gözümün qabağında. Ay Allah, yenə qışqırırdım ki, yenə bayraqlı tabut gəlir gözümün qabağında. Bilsən, o elə bil ki, Allah məni ona hazırlayırdı ki, yəni sən bunu görəcəksən də, buna hazır ol. Yəni bu normal şey deyil, axı 2-3 gün dalbadal sən hər yerdə gözümə bayraqlı tabut görsəniz. Və gəldi, realda da oldu gözümün qabağında. Üzünü də açıram, uşağın üzü gülür. Baxmayaraq ki, onu orada görmüşəm, bax, məsəl üçün siz gəlmişsiniz. Hər dəfə Əlinin adına bura kimsə gələndə elə bilirəm Əli onlarla gəlir. Mütləq şəkildə Əli onlarla elə bilirəm gəlir. Bilirəm ki, Əli buradadır. Çünki bax, bayaqları sizdən qabaq biraz ağlayıb ürəyimi boşaltdım ki, kamera önündə ağlamayım. Mən dərindən ağlayanda hönkürtü ilə əlini mütləq şəkildə bir şəkili düşür, divardan sınır. Elə bil mənə işarə edir ki, ağlama. O dəqiqə özümü toplayıram. Söz verirəm, Əli qurban olun. Vallahi da ağlamayacağım, söz verirəm, ağlamayacağım. Amma olmur, adamın ürəyi elə yanır. Bax, deyirlər, xoşbəxt anasız. Bir ana birisi saçan xoşbəxt ola bilər. Haçan ki, süfrə başında övladlarımın hamısı cəm şəkildə oturanda. Amma mənim bir tərəfim artıq yoxdur, 5 ildir yoxdur. Hər gələndə, gedəndə də mən onu axtarıram. Kim gəlir, mən onu axtarıram. Elə bilirəm, Əlidən xəbər gətirəcək. Bax, balamızın da adı Əli. Hara getmişəm, mən mütləq şəkildə Əli adı ilə qarşılaşmışam. Biz analarla yığılıb arada gedirdik uşaqlar evinə, yetimlər evinə. Təsəvvür edin, uşaqları əzizliyə. Hamısını qucaqlayıb öpürəm. Getdim bir uşağı elə qucaqladım, lap belə, elə bir ki, lap ruhdan hiss elədim də o uşağı. Qucaqladım, əzizlədim, öpdüm, ayətəm, adın nədir? Dedi, Əli. Təsəvvür edirsiniz, mən indi nə hala düşərəm. O qədər orada uşaq var. Hamısını öp qucaqla, gəl imini birindən adını soruş. Onun da adı Əli. Yenə də bir uşaq evinə getmişdik. Qapının ağzında analarla dayanmışıq ki, bağçanın müdürəsi gəlsin, uşaq evinin müdürəsi gəlsin, biz uşaqlarla görüşdürsün, qurbanlıq zad aparmışdıq.
O tərəfdən balaca belə uşaq qaça-qaça gəlir bizə tərəf. Mən də yanımdakı analara deyirəm ki, körpə uşaq ona bax, ana həsrəti ilə qaçır üstümüzə. Gəldi o anaların içində mənim qucağıma atlandı o uşaq. Aha, kövrəldim də pis oldum ki, yəni ana qayğısı görmək istəyirdi. Yəqin bu uşaq anasız deyə ananın üstünə qucağına tullanır. Qucağıma aldım bunu, əzizlədim. Can, sənə qurban falan, əzizdirəm indi bunu. Adın nədir atam? Dedi Əli. Ay Allah, yenə təzədən oturmuşam. Müdirəyə yalvardım ki, aparım bu uşağı bir həftə qalsın məndən. Bilirəm ki, yəni mümkün olan şey deyil də. Yəni hara getmişəmsə, mütləq şəkildə bir Əli olsun. Şəhid qardaşının toyuna getmişəm. Bizim stola baxan ofisiant, ay Allah. Bizim süfrəyə baxır, fırlanır, mənə baxır. Fırlanır, ətrafımıza qulluq eləyir, mənə baxır. Diqqətimi çəkdi, çöndüm ki, ay oğlum, nəysə olub. Dedi, mənim də adım Əlidir. Hara getmişəmsə, Əli var. Bu şeyləri görəndə deyirəm ki, Əli mənə ismarıc göndərir ki, yəni yanındayam da, həmişə yanındayam. Hər zaman yanındayam. Amma elə hər şeydən keçərdim. Hər şeydən. Bircə dəfə onu qucaqlaya bilsəydim, təkrar onu qucaqlaya bilsəydim, təkrar bircə kəlmə onun Validə Sultan sözünü eşitsəydim. Hər şeydən keçərdim. Bir dənə təkcə onun sözünü, səsini eşitsəydim. Bax, bayaqdan özümü güzel saxlamışdım ki, pis olmayayım, sizi də pis eləməyim. Amma vallahi ağırdı. Nə qədər qürurlu da olsa, övladın həsrətindən ağır heç nə yoxdur. Bir də insanla, mən buradan hamıya bir şey səslənmək istəyərdim ki, heç bir anaya Allah övladıma rəhmət eləsin sözünü deməyin. Çünki bundan ağır söz yoxdur. Biz haradasa qəbul eləyə bilmirik də. Vallahi qəbul etsək, bəlkə də ürəyim partlayar. Qəbul eləyə bilmirəm övladımın yoxluğunu. Elə bilirəm gələcək. Bizə şəhadəti mübarək olsun deyin, o bizə təsəllidir. Amma Allah övladıma rəhmət eləsin deyəndə elə bir üzümə vururlar ki, övladın yoxdur həyatda. Mən onun həyatda olduğunu düşünürəm hər zaman. Çox ağır bir şeydir. Allah heç kəsə bunu yaşatmasın. Ən başda da Allah ordumuzu qorusun. Bütün əskərlər evlərinə sağ-salamat qayıtsınlar. Heç bir ana övladını baxın şəkilləri ilə, paltarları ilə, ayaqqabıları ilə təsəlli tapmasın. Çox ağır şeydir həyatda bir ana üçün ki, gülə-gülə çəkdirdiyi şəklə ağlaya-ağlaya baxsın. Bunu mən heç kəsə arzu eləmirəm. Hər şəhidin hekayəsi bu torpağın yaddaş kitabında qızıl hərflərlə yazılıb. Seyidov Əli, o da bu unudulmaz qəhrəmanlardan biridir. Şəhidin Səsi proqramından bugünlük bu qədər. Yeni görüşlərdə sizinlə başqa bir igidin izi ilə olacağıq.